Hədis 2 sada maraqlı bir nöqtə var. Deyir, Peyğəmbər Həzrət Əli, Həzrət Zəhra, İmam Həsən, İmam Hüseyin əbanın altındadır. Cəbrail nazil olur. Allah'tan soruşur ki, bu əbanın altında olanlar kimlərdir? Allah cavab verir ki, orada olan Fatimədir, onun atasıdır, onun həyat yoldaşı və balalarıdır. Allah'ın həmin o nuru Həzrət Zəhradır, Həzrət Fatimədir. 40 gün deyir, münacat elə, ibadət elə, hazırlaş ki, Fatimə dünyaya gələcək. İftar üçün ona meyvələr gətirirlər. İlk bu gecə iftarı heç kəslə bölüşə bilməzsən. Bundan yeməlisən, bu nur sənin sülbüvə daxil olmalıdır. Bu gecə Həzrət Fatimənin vücudu yaranmalıdır. Qədir gecəsi Quran nazil olubsa, Fatimənin vücudundan 11 danışan Quran doğulub. Bütün imamların anasıdır o. Bütün bu nurlar onun vasitəsilə vücuda gəlir. Peyğəmbərə hədisi qudsidə buyurur. Sən olmasaydın, heç nəyi yaratmazdın. Ondan sonra buyurur ki, Əli olmasaydı səni yaratmazdın. Fatimə olmasaydı, sizin ikinizi yaratmazdın. Deyib, Peyğəmbərlik imamətlə davam eləməsə, yarımçıldır. İmamət və nübüvvət Fatimənin vasitəsilə yenidən doğulacaq. Quranın Qədr surəsi ən əzəmətli surələrdən biridir. Sən nə bilirsən, nədir Qədir gecəsi? Kim Fatiməni tanısa Qədir gecəsini tanıyır. Həzrət Zəhranın vücudu ilə Qədir gecəsi arasında gizli bir əlaqə var. O Fatimədir. Əzəmətli bir varlıqdır, nurdur. O dünyaya gəlməmişdən öncə var idi. Həzrət Fatimə həqiqətən də ağılların dərk eləyə bilmədiyi bir varlıqdır.